Dünən çıxan gənclərin qarşısına qoyurlar ki, bu kimin səsidir, bu kimdir? Bu yaxında bir yerdə mənim səsimi qoydular. Oradakılar tanımadı. Bircə xatun dedi ki, Nasbərinin səsidir. Bu hərəkətlər xoşuma gəlmir. Ora qoyurlar Şövkət Ələkbərova, Nasbəri, lap sənətkarların, bəstəkarların adını elə adamdan soruşursunuz ki, o oxuduğu mahnıdan belə xəbərsizdir. Dahiləni necə tanıyacaq? Heç bilmir hansı mahnını oxumaq olar ya yox. Gündəm xəbər axşam azı istinadən xəbər verir ki, bu sözləri xalq artisti Nasbəri Dostəliyeva tarixin bir günü verilişində deyib. Sənətkarlarla bağlı yeni ifaçılara sual verilməsinə əsəbləşib. Nasbəri aparıcılara səslənərək bildirib ki, onların bu hərəkəti Azərbaycan mədəniyyətinə qara ləkədir. Durub demək ki, bu kimdir, kimin mahnısıdır. Aparıcılar, xahiş edirəm bunu eləməyin. Bu sizdən asılıdır. Aparıcının zövqü, musiqi duyumu, dəvət elədiyi qonaq yaxşı olmalıdır. Hər verilişə getmirəm. Sərt danışmaq da istəmirəm. Tamaşaçı, 15 il İncəsənət Universitetində baş müəllim olaraq bunları qəbul eləyə bilmirəm. Zəng edib deyə bilmirəm ki, eləməyin. Öz musiqisindən xəbəri olmayana Cahangir Cahangirov, Fikrət Əmirov, Tofiq Quliyevdən sual verməyən, onlar da bilməyəndə bu Azərbaycan mədəniyyətinə qara ləkədir. Oxuya bilməyən müğənniləri çıxartmaq isə bir qüsurdur deyə müğənni açıqlamasında bildirib.